Salam əziz şagirdlər. Yeni riyaziyyat test toplusundan funksiyalar və qrafiklər mövzusuna aid olan test tapşırıqlarının davamına baxaq. Artıq 110-a qədər baxmışdıq. 111-ci tapşırığa baxaq. Fx bərabərdir -x kvadrat plus 4x minus 1 parabolasının təpə nöqtəsinin apsisini tapın. Ümumiyyətlə, tapşırığı həll etməmişdən əvvəl belə bir şey yadınıza salım ki, fx funksiyası kvadratik funksiya, yəni ax kvadrat plus bx plus c kvadratik funksiyasını bu şəkildə yazırıq. Burada m-in parabolanın təpə nöqtəsinin koordinatları adlanır. M parabolanın təpə nöqtəsinin apsisi, n isə ordinantıdır. M mənfi b bölünsün 2a düsturu ilə, n isə 4ac minus b kvadrat bölünsün 4a düsturu ilə tapılır. İndi biz bundan 111 nömrəli tapşırığımızda istifadə etsək, bizdən təpə nöqtənin apsisini soruşur. Yəni ki, m-i, onda biz m-i necə taparıq? Mənfi bu düsturun köməyi ilə taparıq. b 4-dür, a isə mənfi 1-dir. 2 vurulsun mənfi 1. Bu da bərabərdir. 4 bölünsün 2 oldu 2. Variantlara baxsaq, D variant. %112 nömrəli tapşırıq oxşardır. Baxaq 113-ə. Y bərabər x kvadrat plus 6x plus 4 parabolasının təpə nöqtəsinin koordinat müstəvisində yerini müəyyən edin. Bunu tez bu şəkildə yazsaq, x plus 3-ün kvadratı minus 5 bu şəkildə yazırıq. Və aydındır ki, buradan parabolanın təpə nöqtələri -3 və -5 olar. Hər iki koordinat da mənfi olduğuna görə 3-cü rüb olmuş olar. Yəni, təpə nöqtənin koordinatları 3-cü rübdə yerləşir. Variant D. %114-ə baxaq. Y bərabər x kvadrat plus 8x plus 3 bərabərdir x plus 4-ün kvadratı minus 13. Təpə nöqtənin koordinatları -4 və -13-dür. Bu da 3-cü rübə daxildir, yəni 3-cü rübdə yerləşir bu nöqtə. Cavab A variantı. Baxaq 115 nömrəli tapşırığa. Y bərabər a plus 1 x plus a minus 1 funksiyasının qrafikinin apsis oxunu -2, 0 nöqtəsində kəsdiyini bilərək a parametrinin qiymətini tapın. -2, 0 nöqtəsində kəsdiyin o deməkdir ki, yəni arqumenti -2 qiyməti versək, funksiyanın qiyməti 0 olar. Yəni, verilənləri yerinə yazsaq, a plus 1 vurulsun -2 plus a minus 1. Buradan 0 bərabər -2a minus 2 plus a minus 1. Buradan da a bərabərdir -3. Y variantı.
116'ya baxaq. 116 da oxşar məsələdir. A plus 2, x plus a plus 4 funksiyasının qrafiki absis oxunu 3,0 nöqtəsində kəsirsə, a-nın qiymətini tapar. Analoji qayda ilə gətirib bu nöqtənin koordinatlarını funksiyada yerinə yazsaq, a plus 2 vurulsun 3 plus a plus 4. Mötərəzəni açsaq və ifadəni sadələşdirsək, 3a plus 6 plus a plus 4. Buradan 4a bərabərdir mənfi 10. A bərabərdir mənfi 2,5. Varianta baxsaq, D variantı. 117'ye baxaq. Y bərabər kx plus b düz xətti a 0,2 b 7 mənfi 1 nöqtəsindən keçərsə, KB'nin işarəsini təyin edin. Bunun üçün bu nöqtənin koordinatlarını gətirib yerinə yazaq. Buradan yazsaq 0. Deməli, K vurulsun 0 plus B bərabər 2. K vurulsun 7 plus B bərabər mənfi 1. Və bu sistemi həll etsək, birinci tənlikdən B bərabər 2, ikinci tənlikdə isə gətirib B-nin qiymətini yerinə yazsaq, 7K plus 2 bərabər mənfi 1, 7K bərabər mənfi 3, K bərabər mənfi 7-də 3. Deməli, buradan görürük ki, B müsbət, K isə mənfi bir ədəddir. Yəni, K mənfidir, B isə müsbətdir. Cavab oldu D variantı. %118'e baxaq. Qrafikə əsasən A plus B plus C cəminin qiymətini tapmaq tələb olunur. Deməli, funksiya kvadratik funksiyadır. Ax kvadrat plus ax kvadrat plus bx plus c. Görürük ki, deməli, bu funksiya absis oxunu 2 nöqtədə mənfi 1 və 3 nöqtələrində kəsir. Yəni, bunlar funksiyanın sağ tərəfini ifadə edən kvadrat çoxhədlinin kökləridir. Və qrafikə görə görürük ki, C də mənfi 3'dür. Yəni, biz bunu bu şəkildə yazsaq, ax kvadrat plus bx minus c plus c də mənfi 3'dür, minus 3 bərabərdir. A vurulsun x plus 1 x minus 3 kimi yaza bilərik. Buradan sağ tərəfi sadələşdirsək, bərabərdir ax kvadrat minus 2ax minus 3a. Buradan baxsaq, sağ və sol tərəflərə, A deməli, mənfi 3 bərabər mənfi 3a, deməli, A oldu 1, B bərabərdir mənfi 2a, A-nın qiymətini də yerinə yazsaq, mənfi 2 vuraq 1,
bərabər -2 olar. İndi bizdə A-nın qiyməti 1, B-nin qiyməti -2, C də -3'dür. Bunları toplasaq 1 plus -2 plus -3 cavab edər -4. B variantı. Baxaq 119'a. Y bərabər kx plus b xətti funksiyasının qrafikinə əsasən k minus 2p fərqini hesablamaq lazımdır. Deməli, funksiyanın qrafikinə baxarkən görürük ki, b 3'dür və funksiyanın qrafiki olan düz xətt 1,0 nöqtəsindən keçir. Və biz bunları gətirib yerinə yazsaq, 0 bərabərdir k vuraq 1 plus 3. Buradan k bərabər -3. Deməli, b-nin qiyməti 3, k -3. Gətirsək bunları yerinə yazsaq bu bərabərlikdə, o zaman -3 minus 2 vurulsun 3 bərabər -9 almış olarıq. Cavab A variantı. Baxaq 121'ə. Y bərabər 1 minus kök altında 1 minus x funksiyası verilib və bu funksiyanın təyin oblastını tapmağı tələb edir. Funksiyanın təyin oblastı, yəni arqumentin ala bildiyi qiymətlər çoxluğudur və burada kökaltı ifadə olduğuna görə biz bilirik ki, kökaltı ifadənin, yəni cüt dərəcədən kökaltı ifadənin qiyməti mənfi olmaz. Və buradan x kiçik bərabər 1 almış olarıq. Deməli, x daxildir, mənfi sonsuzluq 1. Cavablara baxsaq, Y variantı. %122'ye baxsaq, 122'də də 2 minus x-i böyük bərabər 0 edirik. X kiçik bərabər 2-dən. Yəni, mənfi sonsuzluq 2. Mənfi sonsuzluq 2 də C variantı. Baxaq 123'ə. Y bərabər x kvadrat minus 4x və y bərabər 2x minus 9. Funksiyaların qrafiklərinin kəsişmə nöqtəsinin koordinatlarını tapaq. Bunun üçün funksiyaların sağ tərəflərindəki ifadələri birləşdirək və bunu bir tənlik kimi həll edək. X kvadrat minus 6x plus 9 bərabər 0. Bu da x minus 3'ün kvadratıdır, bərabər 0. Və buradan x minus 3 bərabər 0, x oldu 3. X 3'dürsə, gətirib bunu bu funksiyalardan birində yerinə yazsaq, y-i taparıq. Y bərabər 2 vurulsun 3 minus 9. 6'dan 9 çıxsaq -3. Deməli, axtarılan nöqtə 3 -3 nöqtəsidir. Y variantı. Baxaq 124 nömrəli tapşırığa. Y bərabərdir 1 plus 2x bölək 0,8 minus 0,4x. Funksiyanın təyin oblastını tapmaq lazımdır. Bunun üçün deməli, məxrəcdə olan kökaltı ifadəyə baxırıq və kökaltı ifadə məxrəcdə olduğuna görə biz kökaltı ifadəni böyük 0 yazırıq. Yəni, böyük bərabər yaza bilmərik.
Çünkü sıfıra beraber ola bilməz məxrəcdəki ifadə. 0,4x kiçikdir 0,8. X kiçikdir 2-dən. Deməli, cavab olaraq götürürük mənfi sonsuzluq 2. C variantı. Baxaq 126-ya. Deməli, şəkildə göstərildiyi kimi parabola verilib və absis oxunu kəsdiyi nöqtələr biri -1, digəri isə 3-dür. C-dəki 3-dür. Deməli, biz bunu bu şəkildə yazsaq, A vurulsun x plus 1, x minus 3. Bu şəkildə yazsaq, burada deməli burada alırıq ki, parabolanın da budaqları mənfi sonsuzluğa yönəldiyinə görə A mənfidir və buradan variantlara baxsaq, görürük ki, Y variantı uyğun gəlir. Y variantı uyğun gəlir. Cavab Y. Baxaq 127-yə. Burada isə deməli şəklə əsasən yenə də A mənfidir. A mənfidir. Və funksiyanı bu şəkildə göstərə bilərik. A vurulsun x minus 1-in kvadratı minus 1. Bu şəkildə göstərə bilərik. Və indi variantlara baxsaq, məsələn 2 absis ordinat oxunu kəsir 0, -2 nöqtəsində. Bu cür A-nı da daha dəqiq təyin etmək olar. Gətirib qiymətləri yerinə yazsaq, A vurulsun, x-in yerinə 0 yazsaq, buradan da -2 bərabərdir A minus 1, A bərabərdir -1. Və gətirib A-nın qiymətini yerinə yazsaq, -1, x minus 1-in kvadratı minus 1 olar. Cavab da oldu D variantı. 126-nı da bu şəkildə A-nın qiymətləndirmək olardı. Yəni sadəcə soruşduğuna görə variantı söylədim 126-da, amma 127-də açıqlamasından göstərdik. Burada da məsələn 126-da da deməli hansı nöqtədə kəsir? Y oxun kəsir 0,3 nöqtəsində. 0,3 nöqtəsində. Siz burada x-in yerinə 0, y-in yerinə 3 yazmaqla C-ni təyin edə bilərsiniz. A-nı təyin edə bilərsiniz. Baxaq 128-ə təsvir olunmuş parabola hansı funksiyanın qrafikidir? Burada da deməli 128 parabolanın budaqları yuxarı yönəlmişdir. A müsbətdir. Təpə nöqtəsinin koordinatları da 1 və -1-dir. Deməli, biz bunu bu şəkildə yaza bilərik. Y bərabər A vurulsun, x minus 1-in kvadratı minus 1. Və 0,0 nöqtəsində Y oxun kəsir. Biz bu qiymətləri yerinə qoysaq, A vurulsun, -1-in kvadratı minus 1. Buradan da A bərabər 1 alarıq.
Deməli, funksiya y bərabər x minus 1'in kvadratı minus 1 şəklindədir. Cavab oldu C variantı. %29'a baxaq. Deməli, funksiya A mənfidir burada. Budaqlar aşağıya yönəlmişdir. Funksiyanın deməli düsturu bu şəkildədir. A vurulsun. X plus 2 kvadrat plus 1. Çünki təpə nöqtənin koordinatları -2 və 1'dir. Və funksiyanı kəsir. 0,0 nöqtəsində yenə, yəni koordinat başlanğıcından keçir funksiyanın qrafiki. Gətirib bu qiymətləri yerinə yazsaq. Buradan da 4A bərabər -1. A bərabər -4'də 1. Gətirib bunları düsturda yerinə yazsaq. Y bərabər -4'də 1 vurulsun x plus 2'nin kvadratı plus 1 almış olaraq. Cavab A variantı. Baxaq 130-cu tapşırığa. Təsvir olmuş parabola hansı funksiyanın qrafikidir? Analoji sualdır. 130'a baxaq. Y bərabər A vurulsun. Parabolanın təpə nöqtələri 2 və 1'dir. Bunları yerinə yazsaq. X minus 2'nin kvadratı plus 1. Və funksiyanın qrafiki 0,9 nöqtəsindən keçir. Bunları yerinə yazsaq. 9 bərabər A vurulsun. Əgər x'in yerinə 0 yazsaq, olar 0 minus 2'nin kvadratı plus 1. Buradan 4A bərabər 8. A bərabər 2. Gətirib bunları yerinə yazsaq. Y bərabər 2 vurulsun. X minus 2'nin kvadratı plus 1. Və variantlara baxsaq. A variantı. 131. Y bərabər -x kvadrat plus 4x. Y bərabər 4x minus 9 funksiyalarının kəsmə nöqtəsinin koordinatları tapılmalıdır. Bunun üçün yenə də funksiyanın düsturlarındakı sağ tərəfdəki ifadələri bərabərləşdiririk. Və buradan x'ları tapırıq. Buradan x kvadrat bərabər 9. X bərabər plus minus 3. Yəni x yəni bir qiymət kəsdiyi nöqtə -3, digəri isə 3'dür. Və bu qiymətləri funksiyalardan birində, məsələn ikinci funksiyada yerinə yazsaq. Y1 4 vurulsun -3 minus 9. -12'dən 9 çıxsaq -21 və Y2 4 vurulsun 3 minus 9, bu da bərabər 3. Deməli, axtarılan nöqtələr -3, -21 və 3, 3'dür. 3, 3 nöqtələridir. Cavablara baxsaq. C variantı. %32'ye baxaq. Y bərabər -2x kvadrat minus 8x plus 3. Parabolasının təpə nöqtəsi koordinat müstəvisində harda yerləşir?
Yenə də burada parabolanın təpə nöqtəsinin koordinatlarını təyin edək. Bunun üçün bu düsturlardan istifadə edək. M bərabərdir mənfi 8 bölünsün mənfi 4. O da bərabər mənfi 2. Y-i tapsaq, gətirib x-in yerinə mənfi 2-ni yazsaq, 2 vurulsun mənfi 2-nin kvadratı minus 8 vurulsun mənfi 2 plus 3 bərabərdir. Mənfi 8 plus 16 plus 3. O da bərabərdir 11. Deməli, koordinatlar oldu mənfi 2, 11. Bu da ikinci rübdə yerləşir. Y variantı. 133-ə baxaq. Y bərabər mənfi 2x kvadrat plus 6x funksiyasının qrafikinin absis oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tap. Funksiyanın qrafikinin absis oxunu kəsməsi üçün y-ə 0 demək lazımdır. Y-ə 0 versək, mənfi 2x kvadrat plus 6x bərabər 0. Mənfi 2x mötərizə xaricinə çıxarsaq, bu şəkildə olar və buradan x bərabər 0, x bərabər 3 alarıq. Gətirib bu qiymətləri yerinə yazsaq, y bərabər, bunları işarə eləyək 1, 2 deyək. Onda y1 bərabərdir mənfi 2, x-in yerinə 0 yazsaq, aydındır ki, burada y-də 0 olar. X-in yerinə 3 yazsaq, 3-ün kvadratı 9, 6 vur 3. O da bərabərdir mənfi 18 plus 18 bərabər 0. Koordinatları cütlər şəklində yazsaq, 0, 0 və 3, 0. Y variantı. 134 fx bərabərdir k bölünsün x funksiyasının qrafiki 2 mənfi 16 nöqtəsindən keçdiyini bilərək f mənfi 2-ni hesablamalıyıq. İlk öncə funksiyanı tam şəkilə gətirək. Buradan qiymətləri gətirib bu funksiyada yerinə yazsaq nöqtələri mənfi 16 bərabər 2 bölünsün x 2 k bölünsün x yerinə k-nın yerinə elə k yazaq, x-in yerinə 2. Buradan k bərabər mənfi 32. Deməli funksiya fx bərabər mənfi 32 bölünsün x şəklindədir. Və f mənfi 2-ni hesablamaq istəyiriksə, gətirib x-in yerinə mənfi 2 yazmalıyıq. Buradan da 16 alarıq. Cavab oldu A variantı. Baxaq 136-ya. 136-da kx funksiyasının qrafikləri verilmişdir. 3 formada, deməli 3 ədəd. Biz K1, K2, K3 əmsallarını müqayisə etməliyik. Aydındır ki, orada K3 deməli azalan olduğuna görə K3 mənfidir. K3 mənfidir. Deməli K1 isə K1 və K2 əmsallı funksiyalar isə artandırlar və K2 K1-dən böyükdür. K2 böyükdür K1-dən. Biz bunları müqayisə eləsək, deməli K2 böyükdür K1-dən, o da böyükdür K3-dən olar. C variantı.
137'yə baxaq. Y bərabər ax kvadrat plus bx plus c funksiyasının qrafikinə əsasən A və C-nin işarələrini təyin etməliyik. Budaqlar aydın məsələdir ki, yuxarı yönəldiyinə görə A müsbətdir və deməli parabola funksiyanın koordinat oxlarını 0,0 nöqtəsində kəsdiyinə görə C də 0-dır və bu da ki A variantına uyğun gəlir. Baxaq 138-ə. B parametrin hansı qiymətində y bərabər mənfi x kvadrat plus b minus 4x minus 9 funksiyası yalnız mənfi qiymət alır. Funksiyanın yalnız mənfi qiymət almaq üçün deməli A mənfi, D mənfi olmalıdır. Bu şəkildə olmalıdır. Və biz görürük ki, burada A mənfidir. İndi biz D-ni mənfi olduğu aralığı tapmalıyıq. Bunun üçün deməli D bərabərdir B minus 4'ün kvadratı plus minus 4 vurulsun mənfi 1 vurulsun mənfi 9 bərabərdir B minus 4'ün kvadratı plus 30 minus 36 3 sayıda mənfi olduğuna görə minus 36. İndi biz burada B minus 4'ün kvadratı minus 36'nı kiçik 0 edək və burada kvadratlar fərqini tətbiq etsək B minus 4 minus 6 B minus 4 plus 6 kiçik 0 olar. Buradan isə sadələşdirsək B minus 10 B plus 2 kiçik 0. Bu sıfırları ədəd oxu üzərində qeyd etsək mənfi 2 və 10'dur. Və aralıqlarda bərabərsin işarəsini təyin etsək mənfi, müsbət, müsbət olar. Və bərabərsizliyin qiyməti mənfi olmasına görə B daxil olmalıdır. Mənfi 2, 10 aralığına. Cavab Y variantı. %139'a baxaq. K və B-nin hansı qiymətlərində y bərabər K böl x hiperbolası və y bərabər kx plus b düz xətti mənfi 6 4 nöqtəsindən keçər. Buna baxaq. Deməli bunun üçün burada bu funksiyadan aydın məsələdir ki, K-nı tapmaq üçün y-i x-a vurmaq lazımdır. Və biz mənfi 6 ilə 4'ün hasilinə baxsaq, bu mənfi 24 edər. K oldu mənfi 24. Və gətirib, indi bu ikinci funksiyada K-nın, y-in və x-in qiymətlərini yerinə yazıb B-ni tapa bilərik. Buradan B necə tapılır? Y minus kx kimi. Y 4'dür. K mənfi 24'dür. X da mənfi 6'dır. Buradan deməli 4 minus 6 24'üm 144
bərabərdir mənfi 140. Deməli, biz aldıq ki, K bərabər mənfi 24, B bərabər mənfi 140. Cavablara baxsaq, B variantı. Yüz qırxa baxaq. X kvadrat plus bx plus c kiçik 0 bərabərsizliyinin həllər çoxluğu mənfi 2, 4 aralığı olarsa, y bərabər x kvadrat plus bx plus c parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. İndi burada mənfi 2, 4 deməli funksiyanın absis oxunu kəsmə nöqtələridir. Biz bunun üçün bu şəkildə yazsaq, x plus 2, x minus 4 bərabər x kvadrat plus bx plus c və sol tərəfi sadələşdirsək, x kvadrat minus 2x minus 8 bərabər x kvadrat plus bx plus c və buradan görürük ki, b əmsalı mənfi 2-yə, c isə mənfi 8-ə bərabərdir. Yəni, b bərabərdir mənfi 2, c bərabər mənfi 8. Şimdi gətirib bu qiymətləri funksiyada yerinə yazsaq, y bərabər x kvadrat minus 2x minus 8 olar. İndi parabolanın təpə nöqtələrini tapmaq üçün bunu da sadələşdirib x minus 1-in kvadratı minus 9 yaza bilərik. Buradan da deməli, parabolanın təpə nöqtələri 1 mənfi 9 olmuş olar. 1 mənfi 9 da D var. 141'ə baxaq. Y bərabər modul x və y bərabər 4 funksiyaların qrafikləri kəsişməsindən əmələ gələn fiqurun sahəsini hesablamalıyıq. Yəni, bu ikisinin kəsişməsinin hüdudlandırdığı fiqurun sahəsini hesablamalıyıq. Modul X-in qrafiki sxematik olaraq bu formada. Bura hesablama başlanğıcı olsun 0. Y bərabər 4 isə Y üzərindəki 4 nöqtəsindən absis oxuna paralel keçən düz xəttir. Bunların kəsişməsini tapmaq üçün modul X-i 4-ə bərabər eləsək, X bərabər olar plus minus 4. Deməli, bu nöqtənin koordinatları bura mənfi 4, digər isə müsbət 4-dür. Və bu kəsişmədən belə bir üçbucaq alınır. Buradan görürük ki, üçbucağın oturacaq hissəsi 8-dir. Çünki koordinat başlanğıcda 4 sağa, 4 sola. Hündürlük isə 4-dür. Və buradan sahəni tapsaq, bilirik ki, üçbucağın sahəsi onun oturacağı ilə hündürlüyünün hasilinin yarısına bərabərdir. Bu da eləyər 16 C variantı. 142 də oxşar məsələdir. Baxaq 143-ə. A və B nöqtələri oyuk oxuna paralel olan düz xətt üzərindədir. A-nı tapın. A və B nöqtələri oyuk oxuna paralel olan düz xətt üzərindədir.
Deməli 6-2 nöqtəsi orik oxuna paraleldirsə, deməli buradan Y-ə paralel olan bir düz xətlərdir. 6-2 nöqtəsi təxminən tutaq ki, buradırsa A nöqtəsi. Bu buradan paralel, burada 6 olsun. Buradan paralel keçir Y oxuna. A -3. O zaman aydın məsələdir ki, digər nöqtədə B nöqtəsi də bu hissədə də, yəni mənfi yarım müstəvidə yerləşər. Belə, bu da B nöqtəsi olsun. Burada A və B nöqtələrinin hər ikisinin apsisi 6-dır. O zaman alınır ki, deməli A-da 6 olmalıdır. Bu A -3 yazılıb. B-nin koordinatı, A-nın koordinatı 6-2. Yəni hər iki nöqtə eyni düz xət üzərində yerləşdiyinə görə onların apsisləri eyni olmalıdır. A 6-dır. Baxaq 144-də. Y bərabər kx plus 3 funksiyası verilib. K-nın hansı qiymətində qrafik 2-9 nöqtəsindən keçər? Gətirib x və y-in bu qiymətlərini yerinə yazırıq. 9 bərabərdir 2k plus 3. 2k bərabər 6, k oldu 3. %145'ə baxaq. Y bərabər ax kvadrat plus bx plus c kvadratik funksiyasının qrafikinə əsasən biz a plus b plus 3c-ni qiymətləndirməliyik. Buradan görürük ki, parabola y oxun bir nöqtəsində kəsir. Deməli, c bərabər 1-dir. Və deməli parabolanın düsturu x kvadratik funksiya, yəni x minus 1-in kvadratı, yəni bu şəkildədir. Və 0-1 nöqtəsində y oxun kəsdiyinə görə belə yazsaq, buradan a-nın 1 olduğunu alarıq. Deməli parabolaya uyğun funksiyanın düsturu y bərabər x minus 1-in kvadratı şəklindədir. Şimdi bunu açsaq, x kvadrat minus 2x plus 1 yazarıq. Və buradan görsənir ki, a 1, b -2'dir. C-ni də əvvəlcədən də tapmışdıq, C 1'dir. İndi bunları gətirib burada yerinə verilmiş ifadədə yerinə yazsaq 1 plus -2 plus 1. Bir dəqiqə baxaq. Burada 3c'dir. 3c 1'i 3'ə vurmalıyıq. Bu da bərabərdir. Deməli 1 minus 2 plus 3 bərabər 2. Cavab oldu 2. Baxaq 146-ya. Parabolanın təpə nöqtəsinin koordinatlar cəmini tapmalıyıq. Y bərabər -2x kvadrat plus 4x plus 9. Buradan m-i tapsaq, m bərabər -4 bölünsün 2 vur -2. O da bərabərdir 1. N-i tapsaq, -2 vurulsun 1'in kvadratı plus 4 vurulsun 1 plus 9.
Bu da bərabərdir. Mənfi 2 plus 4 plus 9. 11. İndi təpə nöqtənin koordinatlar cəmini tapsaq, 1 ilə 11'i toplayaq, alarıq 12. %147'ye baxaq. Y bərabər ax kvadrat plus bx plus c funksiyasının qrafikinə əsasən 2a plus b plus c'ni hesablamalıyıq. Burada funksiyanın düsturu hardasa a vurulsun x minus 2'nin kvadratı şəklindədir. Və 0,4 nöqtəsindən keçir. C'də 4'tür. Biz buradan gətirib 0,4 nöqtələrini yerinə yazsaq, buradan 4a bərabər 4, a bərabər 1 olmuş olar. Deməli, funksiyanın düsturu x minus 2 kvadrat şəklindədir. Bunu da atsaq, x kvadrat minus 4x plus 4. Buradan görürük ki, b də mənfi 4'tür. İndi bunları yerinə yazsaq, 2 vurulsun a, yəni 2 vuraq 1, plus b, b mənfi 4, plus c, c 4. Bu da bərabərdir 2'ye. Baxaq 148'e. Y bərabər mənfi x bölünsün 3 plus 2. Funksiyasının qrafiki absis oxunu A0. Ordinat oxunu isə 0B nöqtəsində kəsir. A plus B cəmini hesablayaq. Deməli, biz burada gətirib bu koordinatları yerinə yazsaq funksiyada 0 bərabərdir mənfi a bölünsün 3 plus 2 və b bərabər mənfi 0 bölünsün 3 plus 2 yazarıq. Buradan ikinci tənlikdən b'nin 2 olduğu alınır. Birinci tənlikdən də a'nın 6 olduğu alınır. A6, B2. Bunları toplasaq bərabər 8 almış olarıq. Yəni A ilə B'nin cəmi 8'dir. %149 oxşar məsələdir. 150'ye baxaq. Y bərabər kx plus b. Xətti funksiyasının qrafikinə əsasən b minus 3k ifadəsinin qiymətini təyin etməliyik. Qrafikə baxan kimi b'nin mənfi 5 olduğunu görürük. Və onda funksiyanı belə yazsaq, kx minus 5 və funksiyanın qrafiki absis oxunu mənfi 1, 0 nöqtəsində kəsir. Bunları funksiyada nəzərə alsaq, 0 bərabərdir k vurulsun mənfi 1 minus 5. Buradan da k bərabər mənfi 5 olar. İndi yerinə yazsaq, mənfi 5 minus 3 vurulsun mənfi 5. Bərabərdir mənfi 5 plus 15 bərabər 10. 151'e baxaq.
ax plus y beraber 10. 3x plus y beraber 7. Düz xətləri apsisi 2 olan nöqtədə kəsişirsə A parametrinin qiymətini tapın. Yəni bu nöqtədə kəsişirlər. Apsis 2'dir. Biz ikinci tənlikdə burada y-in yerinə 2 yazsaq 3 vur 2 plus y beraber 7. Y-in 1 olduğunu alarıq. Gətirib x-in və y-in qiymətlərini birinci funksiyada tənlikdə yerinə yazsaq A vurulsun 2 plus 1 beraber 10. 2A beraber 9. A oldu 4,5. 4,5 oldu. %52'ye baxsaq x plus by beraber 11. x plus y beraber 9. Düz xətləri ordinatı 5 olan nöqtədə kəsişirsə, yəni x5 nöqtəsində kəsişirsə, B parametrini tapaq. Bunun üçün yenə ikinci tənlikdə y-in 5 qiymətini yerinə yazsaq, 2x beraber 4, x oldu 2. X və y-in qiymətlərini gətirib birinci tənlikdə yerinə yazsaq, burada 2 plus 5b beraber 11. 5b beraber 9. B oldu 1,8. 153 nömrəli tapşırığa baxaq. A və B kranlarından axan su miqdarının zamana görə dəyişməsini göstərən qrafik verilmişdir. Həcmi 100 litr olan boş su hovuzunu doldurmaq üçün A kranı və boşaltmaq üçün B kranı eyni anda açılarsa və 9 saat açıq qalarsa, hovuzun neçə faizi dolmuş olar? Baxırıq ki, A kranı, deməli A kranı dolduran krandır və 1 saata 9 litr su vurur. 18'i bölürük 2'ye beraber 9 litr 1 saata. Deməli 1 saata A kranı 9 litr su vurur. O zaman A kranı tam hovuzu 100 bölünsün 9 saata doldurar. İndi baxaq B kranına. B kranı isə boşaldan krandır. 15'i bölsək 3'ə 5 litr. Yəni 1 saatda 5 litr su boşaldır B kranı. O zaman B kranı tam hovuzu, yəni dolu hovuzu neçə saata boşaldır? 20 saat boşaldır. İndi hər iki kranı eyni anda açsaq, 9 saat açıq qoysaq, 9 vurulsun %9 minus 20'də 1 yaza bilərik. Buradan da 9 vurulsun yüzdə, bunu 5'ə vursaq 4, bu da bərabərdir %36. %36. Bu da beraber olar 36%. Yəni faizli ifadə ilə etsək 36% olar.
Baxaq 154-cü tapşırığa. Y bərabər x kvadrat minus 8x plus 15 parabolasının absis oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapaq. Bunun üçün ilk öncə bunun sıfırlarını tapmaq lazımdır. Sıfırlarını tapmaq üçün funksiyanı deməli sıfıra bərabər edək. Buradan x minus 3, x minus 5 bərabər 0, x1 bərabər 3, x2 bərabər 5 alarıq. Yəni funksiyanın absis oxun kəsdiyi nöqtələr 3 və 5 nöqtələridir. Bu nöqtələr arasındakı məsafə də aydındır ki, 2-yə bərabər olmuş olar. Baxaq 155-ci məsələyə. P parametrinin hansı müsbət qiymətində parabolasının təpə nöqtəsi absis oxu üzərindədir? Əgər parabolanın təpə nöqtəsi absis oxu üzərində olsa, n sıfıra bərabər olmuş olar. Yəni bu şəkildə olmuş olar. Yəni ki, deməli, absis oxunu kəsdiyi nöqtə kimi başa düşsək, birinci funksiyanı yazaq. Y bərabər P plus 4 x kvadrat minus px plus 2'də 1. Yəni burada m deməli təpə nöqtənin absisi elə absis oxu üzərindədir. Bunu sıfıra bərabər etsək, m nədir? M mənfi b bölünsün 2a'dır. N 4ac minus b kvadrat bölək 4a'dır. N'də qiymətləri yerinə yazsaq, o zaman deməli 4 vurulsun p plus 4 vurulsun 2'də 1 minus p'nin kvadratı bölünsün 4 vurulsun p plus 4 bərabər 0 olmuş olar. Buradan da 2p atsaq, p plus 8 minus p kvadrat bərabər 0 alarıq. P kvadrat minus 2p plus 8 bərabər 0. Burada minusdur. Minus 8. Çünkü sağ tərəfə keçdik. Buradan da p minus 4, p plus 2 kimi yazsaq, p'nin bərabər 4, bir də mənfi 2 almış olarıq. Bizdən də p'nin müsbət qiymətini soruşduğuna görə p'nin 4 qiymətini cavab olaraq qəbul edirik. Cavab oldu 4. 156 da oxşar məsələdir. Baxaq 157-yə. Qrafikdə Ayxan və Elminin verilmiş zaman ərzində hazırladıkları detalların sayı göstərilmişdir.
Qrafikə əsasən Ayxan və Elmin 130 detalı birlikdə neçə günə hazırlayarlar? Ayxan və Elmin. Ayxan 8 saata 40 detal hazırlayır. 1 saata Ayxan deməli 1 saata hazırlayır 5 detal. 40'ı 8'e bölürük. Elmin də 1 saata deməli 10 saat 10 günə, burada 1 saata yox, 1 günə, bu gündür, gün, saat yox, gün. Burada gün yazaq. Elmin də 10 günə 15 detal hazırladığına görə bir günə 1,5 detal hazırlayar. Onda bunlar ikisi birlikdə 130 detalı hazırlayarlar. 5 plus 1,5 130 bölünsün. Çünkü bir günə ikisi birlikdə 6,5 detal hazırlayar. 30 detalı da neçə günə hazırladıklarını tapmaq üçün bu nisbəti tapmaq lazımdır. Bu da 20 eder. Yani 20 günə. İkisi birlikdə 20 günə 130 detal hazırlamış olarlar. Baxaq 158'e. Deməli 158'də fx bərabər ax kvadrat plus bx plus c və gx bərabər mənfi ax kvadrat plus bx minus c funksiyaları üçün cədvəl verilmişdir. Burada baxsaq, deməli a, b, c, a ağlar, B qara rəngdə olanlar, C isə ştrixlənmiş rəngdə olan diaqramlardır. İndi biz cədvəli tamamlamalıyıq. Cədvəli çəkək burada. Burada funksiya təpə nöqtənin koordinatları təpə nöqtə. Burada rüblər. Qrafikin yerləşdiyi rüblər. İndi baxaq. Deməli fx funksiyası üçün a neçədir? A 2'dir. 2x kvadrat. B 4'dür. 4x. C isə 7'dir. Bu şəkildə yazaq. Deməli bunun funksiyanı yazırıq bura. 2x kvadrat plus 4x plus 7. Gx funksiyası üçün isə deməli a 4'dür. 4x kvadrat yani orada a mənfi olduğuna göre burada mənfi var. Bu mənfi olur o zaman. Plus b 8'dir. 8x. C ise 6'dır. Orada minustur. Minus 6.
Bu şəkildə yazırıq. İndi hər funksiya üçün təpə nöqtəsinin koordinatlarını tapaq. Birinci tapaq f funksiyası üçün. F funksiyası üçün m bərabərdir mənfi 4 bölünsün 2 vur 2 mənfi 1. Burada f1 yazsaq 2 minus f mənfi 1. 2 minus 4 plus 7 5 eder. Təpə nöqtənin koordinatları oldu mənfi 1 5. İndi gx funksiyası üçün baxaq. Deməli gx funksiyası da görürük ki mənfi 4x kvadrat plus 8x minus 6'dır. O zaman m bərabər 8 bölünsün 2 bıraq mənfi 4. O da bərabərdir 1'ə. Onda yeni tapsaq m bərabərdir j1. O da bərabərdir mənfi 4 plus 8 minus 6. Bərabərdir mənfi 2. Təpə nöqtənin koordinatı oldu. Deməli bir mənfi 2. Deməli mənfi 1 5. İndi qrafiklərin yerləşdiyi rübləri tapmalıyıq. Fx funksiyasının təpə nöqtəsinin koordinatı mənfi 1 5. Mənfi 1 5 təxminən buradırsa, bunu qrafik bu şəkildə yerləşir. Hansı rübdə yerləşdi? 2, 1 və 2-ci rüblərdə. Buraya yazırıq 1, 2-ci rüb. İndi gx funksiyasına baxsaq, təpə nöqtəsinin koordinatı 1 mənfi 2'dir. 1 mənfi 2 hardasa burada yerləşir və deməli a mənfi olduğuna görə budaqlar belə yerləşir. Deməli görürük 3-cü, 4-cü rüblərdir. 3-cü və 4-cü rüblər. Deməli 158 nömrəli tapşırığımızı da həll etdik. %59 da oxşardır. Siz həll edərsiniz. Baxaq 160'a. Şagirdlər SB və SA düz xətləri boyunca yerləşən mail müstəvilər üzərində kürələrlə təcrübə aparırlar. SA və SB düz xətlərinin tənlikləri uyğun olaraq, deməli SA-nın tənliyi y bərabər 2 x plus n, SB-nin tənliyi isə y bərabərdir mənfi 3x plus m'dir. Və C nöqtəsi AB xəttindən 1,8 məsafədə yerləşir. AB məsafəsinə tap. Şəkli təsvir etsək, bu y oxudur. Burası olsun. Bu B, bu isə A'dır. Burası 0'dır. Deməli C-dən AB-yə qədər məsafə 1,8'dir. 1,8 bu məsafə. AB məsafəsini tapmaq tələb olunur. AB bərabər sual. Deməli buradan görürük ki, qrafiklər hər ikisi, yəni ki SA və SB hər ikisi bu nöqtədə kəsişirlər və bu nöqtədə
0,1,8 nöqtəsidir. Biraz səliqəli yazaq. 0,1,8 nöqtəsidir. Ona görə deməli n-də, m-də hər ikisi 1,8-dir. Yəni y-də bərabərdir 2x plus 1,8 və digər CB-yə uyğun olan düz xətt isə -3x plus 1,8-dir. İndi bunları biz bərabərləşdirək. 2x bərabərləşdirməyə ehtiyac yoxdur. Biz deməli bunların x oxu kəsmə nöqtəsini tapmalıyıq. Onun üçün y-ə 0 deməliyik. Buradan y-ə 0 desək x olur -0,9. Buradan da 0-a bərabər etsək x olur müsbət 0,6. Yəni A-nın koordinatı -0,9-dur. B-nin koordinatı 0,6-dır. Onda AB məsafəsi bərabərdir -0,9 minus 0,6. O da bərabərdir 1,5. %61'ə baxaq. Euler Venn diaqramında A çoxluğu və B çoxluğunun ifadəsini mənasız edən x-ların qiymətləri verilmişdir. M plus n minus k ifadəsinin qiymətini tapmalıyıq. Deməli, A üçün olan ifadə, yəni kəsir ifadə x kvadrat minus 7x plus 15 bölünsün x kvadrat plus x minus 12'dir. Biz bunu sadələşdirsək x minus 2, x minus 5 məxrəcdə isə x plus deməli bunu necə yazaq? Üçlə 4 kimi yazaq da biz bunu. X plus 4 x minus 3 kimi yaza bilərik. B-yə uyğun olan kəsir ifadəni isə x kvadrat minus 6 x kvadrat minus 5x plus 6. Buradan isə x kvadrat minus 6, burada da x minus 2, x minus 3 kimi yaza bilərik. Deməli, burada x fərqli olmalıdır -4'də, bir də 3'dən. Burada da x fərqli olmalıdır 2'dən və x fərqli olmalıdır 3'dən. İndi burada görürük ki 3 hər ikisində var. Yəni A-ya da daxil olan qiymətlərin içərisində var. B-də də. Ona görə biz Venn dairəsini bu cür özümüz təsvir etsək, bu A olsun, bu B. Burada M, N, K'dır. Deməli, burada 3, -4 və burada da 2 olar. İndi M, N, K'nın qiymətlərini tapdığımıza görə onların cəmini hesablasaq, M plus K'nı
Onlar -4 plus 3 plus 2 bərabərdir 1. Nəyi səhv hesabladıq? Bir daha baxaq. -4 3 2. Məncə səhv etməmişik axı hər biri. X minus 3, x minus 2 fərqli olmalıdır 2 ilə 3-dən. 3, 2, -4. Hə, orada k minusdur uşaqlar. Bir dəqiqə, burada k minusdur. Mən plus yazmışam. Ona görə də düz gəlmir. Aha. Burada minus olsa, minus yazsaq, o zaman cavab olar -3. -3. Belə. %62'ye baxaq. Deməli, fx bərabərdir ax kvadrat plus bx plus c funksiyasının qrafiki şəkildə verilmişdir. Qrafikə əsasən a, b, c-ni tapın və f3'ü hesablayın. Deməli, fx bərabərdir a vurulsun x plus 3'ün kvadratı plus 1 və c də 4'dür. Funksiyanın qrafiki ordinat oxunu 0,4 nöqtəsində kəsir. Bunları gətirib yerinə yazsaq 4 bərabərdir. X'in yerinə 0 qoysaq 3'ün kvadratı 9, 9a plus 1, 9a bərabər 3, a olar 3'də 1. İndi biz gətirib bu qiymətləri yerinə yazsaq, deməli fx bərabərdir 3'də 1 vurulsun x plus 3'ün kvadratı plus 1 bərabərdir. Bunu sadələşdirsək 3'də 1 x kvadrat plus 2x plus 3 plus 1 o da bərabərdir 3'də 1 x kvadrat plus 2x plus 4. İndi buradan a'lar, b'ləri, c'ləri təyin etsək bu şəkildə olar. Yəni a oldu 3'də 1, b oldu 2, c oldu 4. İndi biz f3'ü hesablasaq, gətirib burada funksiyada x'in yerinə 3 yazırıq. 3'də 1 vurulsun 3'ün kvadratı 9, 2 vurulsun 3 plus 4 bərabərdir 3 plus 6 plus 4 13. Baxaq 164-cü məsələyə. Qrafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə başlayan Səid və Elmirin hər gününün sonunda qalan sual sayılarının günlərə görə dəyişməsi verilmişdir. Neçənci günün sonunda Səid və Elmirin qalan sual sayıları bərabər oldu. Baxırıq ki, burada deməli
Günlər üzrə tapşırıqların həll edilməsi xətti funksiyalar şəklində verilib. Deməli, Səidin tapşırıqlarını ifadə edən qrafikin düsturunu y bərabər k1x plus 2000 kimi, Elmiri isə y bərabərdir k2 x plus 1500 kimi ifadə edək. Deməli, birinci funksiya deyək ki, absis oxun 20 0 nöqtəsində, ikinci isə 30 0 nöqtəsində kəsir. Yəni deyək ki, Səid tapşırıqları 20-ci günün sonunda yerinə yetirib qutarır. Elmir isə 30-cu günün sonunda tapşırıqları yerinə yetirib qutarır. Bunları uyğun olaraq funksiyalarda yerinə yazsaq, nəzərə alsaq, deməli 0 bərabər k1 vuraq 20 plus 2000, buradan k1 bərabərdir mənfi 100. İkinci funksiyada isə 30 0 nöqtəsini nəzərə alsaq, 0 bərabərdir k2 vuraq 30 plus 1500. Buradan da k2 bərabərdir mənfi 50. İndi funksiyaları yazsaq, mənfi 100 x plus 2000 və y bərabərdir mənfi 50x plus 1500. Sual belədir ki, neçənci günün sonunda Səid və Elmirin qalan sual sayları bərabər olar. Sual sayları bərabər olan bu qrafiklərin kəsişmə nöqtəsini göstərən gündür. Ona görə qrafiklərin kəsişmə nöqtəsini tapaq. Bunun üçün funksiyanın sağ tərəflərində olan ifadələri bərabərləşdirək və buradan x-i təyin edək. X oldu 10 gün. Deməli 10-cu günün sonunda onların hər ikisinin eyni sayda sualları qalmış olar. Baxaq 165-ci tapşırığa. 165-ci tapşırıqda y bərabərdir x minus 2 kvadrat plus 3 funksiyası verilmiştir. Biz bunu düzbucaqlı koordinat sistemində sxematik olaraq təsvir edək. Bunun təpə nöqtəsinin koordinatları 2 və 3'dür. Bu olsun 2 və 3 nöqtəsi. Tutaq ki, funksiyanın qrafiki bu şəkildədir. Bunu cədvəldə görürük ki, absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən olan çevrilmələri yazmalıyıq. Absis oxuna nəzərən çevrilmə etsək, koordinatları yazaq 2 və 3. Absis oxuna nəzərən çevrilməni etsək, absis nöqtəsi olduğu kimi qalır, ordinat olur mənfi 3. Təpə nöqtə olur 2 mənfi 3. Və parabola bu şəkildə olur. Deməli, bunun qrafiki olur mənfi x minus 2'nin kvadratı minus 3. Koordinat başlanğıcına görə simmetrik elətsək, təpə nöqtə mənfi 2, mənfi 3 nöqtəsinə düşmüş olar və qrafik bu şəkildə olmuş olar.
Bunun isə deməli düsturu x plus 2 kvadrat minus 3 olar. Çünki təpə nöqtələri -2 və -3'dür. Ordinat oxuna görə simmetrik elətsək, təpə nöqtənin koordinatları -2, 3 nöqtəsinə düşər. Və qrafik bu şəkildə olar. Bunun isə x plus 2 kvadrat plus 3 şəklində olduğunu görərik. Deməli, absis oxuna görə bu funksiyadır. Birinci. Deməli, koordinat başlanğıcına görə budur. İkinci. Üçüncü isə yəni ordinata nəzərən olan, simmetrik olan isə budur. Bunları cədvəldə yerinə yazmaqla göstərə bilərsiniz. 166 da buna bənzərdir. Baxaq 167-yə. Qrafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə başlayan Akif və Elnurun hər günün sonunda qalan sual sayılarının günlərə görə dəyişməsi verilmişdir. Bu eynən 164-cü məsələyə bənzər məsələdir. Deməli, Akifin suallarının say asıllığını bu şəkildə yazaq. Y bərabər K1x plus 2100. Deməli, suallar qutarıb 15-ci günün sonunda. Belə yazaq. Elnur isə Y bərabər K2x plus 1800. Sualları bitirib 20-ci günün sonunda. Bunları nəzərə alsaq, 0 bərabər 15K1 plus 2100. Buradan K1 bərabər olar -140. İkincidə isə 20 nöqtəsini nəzərə alsaq, K2 vurulsun 20 plus 1800. Buradan da K2 bərabərdir -90. Gətirib bunları funksiyada yerinə yazsaq, y bərabər -140x plus 2100. Digər isə y bərabər -90x plus 1800. Və bunların kəsmə nöqtəsini götürsək, çünki deməli eyni sayda sualları həll etdikləri günü bu qrafiklərin kəsmə nöqtəsi olur. Bunları bərabərləşdirsək, buradan 50x bərabər 300, x bərabər 6. 6-cı günün sonunda Akif və Elnurun qalan sual sayıları bərabər olmuş olar. Baxaq 68-ci tapşırığa. Y bərabər 2x plus b funksiyasının qrafiki absis oxunu A nöqtəsində koordinatı -3, 0'dır. Ordinat oxunu isə B nöqtəsində kəsir. Və
B nöqtəsindən keçib C nöqtəsində ordinat toxunu kəsən düz xətt bu düz xəttə perpendikulyardır. A və C nöqtələri arasındakı məsafəni soruşur. Digər B və C nöqtələrindən keçən düz xətt düsturu isə KX plus B olsun. Bu şəkildə yazaq. İndi biz burada 3 -3 0 nöqtəsinin koordinatlarını gətirib bu funksiyada yerinə yazsaq, buradan B-ni tapmış olarıq. B olar 6. Və B-ni də gətirib bu funksiyada da yerinə yazsaq, y bərabər kx plus 6 olar. Bu hər iki funksiyanın qrafikləri perpendikulyar olduğuna görə onların bucaq əmsallarının hasili, yəni birinci funksiyanın bucaq əmsalı 2'dir, ikincininki k''dır. Bunların hasili -1 olmalıdır. Buradan alırıq ki, k bərabərdir -2'də 1. Gətirib bunu verilmiş bu funksiyada yerinə yazsaq, y bərabər -2'də 1 x plus 6 olar. Deməli, bu funksiyanın qrafiki C nöqtəsində absis oxun kəsir. Onun absis oxun kəsdiyi nöqtənin koordinatını tapmaq üçün -2'də 1 x plus 6'nı 0'a bərabər etmək lazımdır. Buradan x nə oldu? 12. Deməli, C nöqtəsinin koordinatı nə oldu? 12, 0 nöqtəsi. A'nın koordinatı da bilirik ki, -3, 0'dır. Onda bu iki nöqtə arasındakı məsafə, yəni AC məsafəsi bərabərdir -3 minus 12. O da bərabərdir -15. O da bərabərdir 15. Deməli, A və C nöqtələri arasındakı məsafə 15'dir. 169-cu tapşırıqda eynən 168 nömrəli tapşırıq kimidir. Biz beləliklə funksiyalar və qrafiklər mövzusuna aid olan tapşırıqlarımızı hər birini həll etdik və yekunlaşdırdıq. İnşallah növbəti mövzularımızı da çəkib yerləşdirərik. Dərslərimizə baxıb bəyənmə atarsınız və kim onlayn dərslərə qoşulmaq istəyirsə 050 306 43 71 nömrəsinə zəng edib əlaqə saxlaya bilər. Hələlik sağ olun.